3, Урок 23, Tablitsa 2. 23-cü dərs qrammatikadan ikinci cədvələ baxırıq. Винительный падеж существительных и местоимений. Təsirli hal. İsmin təsirli halı və əvəzliklər. Deməli, rus dilində yeganə haldır ki, cansızlar hallanmır təsirli halda. Onun üçün də gördüyünüz kimi mужской rod burada iki yerə bölünübdür. Mужской rod неодушевленный, yəni cansızlar, одушевленный cansız, canlılar. Deməli, винительный падежdə cansızlar hallanmırlar. Kişi cinsində də cansızlar hallanmır, orta cinsdə də hallanmır. Gördüyünüz kimi sredni rod orta cins deməkdir. Hallanma yoxdur. Görürsünüz, bərabər yazıb. Yəni, adlıq halda olan söz, təsirli halda olan sözə bərabər olur. Və cəmdə də yenə iki hissəyə bölünür. Görürsünüz, cəmdə одушевленный, неодушевленный yazıbdır. Одушевленный canlılar da hallandı, amma cansızlar hallanmadı. Bərabər işarəsi yazıb. Yəni ki, olduğu kimi qaldı. İndi keçək bunları təhlil etməyə. Deməli, mужской rod kişi cinsi iki hissəyə bölündü. Qeyd etdiyimiz kimi. Неодушевленный cansızlar olduğu kimi qaldı. Məsələn, что stol. Yenə də təsirli halda da yenə oldu stol. Что stol. Dəyişəm. Amma canlılar, одушевленныlar samitlə bitən bütün isimlər A hərfinə keçir. Məhk znakla bitənlər isə ya hərfinə keçir. Məsələn, brat, brata, prepodavatel, prepodavatelya və s. Qadın cinsində fərq etmir, canlı, cansız. Hər birisi A ilə bitsə uya, ya ilə bitsə yuya, məhk znakla bitsə olduğu kimi qalır. Məsələn, sestra, sestru, derevня, derevnю, sol, sol. Orta cinsdə dediyimiz kimi olduğu kimi qaldı. Akno oldu, akno. Keçdik множественное число cəm hala. Cəm halda неодушевленный, одушевленный iki hissəyə bölündü. Samitlə bitən bütün isimlər cəmlənərkən ov şəkilçisi qəbul edir. Məhk znakla bitən bütün isimlər cəmlənərkən Y qəbul edir. A ilə bitənlər isə düşürlər. Məsələn, student, studentov, prepodavatel, prepodavateley, podruga, podrug. Amma əgər sonda iki samit qalarsa, bu vaxtda iki samitin arasına bir sait qoyuruq. Ya o, ya e, çox vaxtı. Məsələn, koşka, A düşəndə koşik tələffüz edə bilmirik, koşek deyirik. Studentka, A düşərkən studentok. Çünki iki t-kı tələffüz etmək çətindir. Studentok və s. Неодушевленный cansızlar da knigi, baxmayaraq ki, A ilə bitdi, uya keçə bilmir. Oldu knigi, qaldı knigi. Olduğu kimi qaldı, dəyişmədi. Sonra aşağıda yazılan dочерей, матерей, сыновей, врачей, bunlar istisna sözlərdir. Детей, людей, братьев, сестер. Bu sözlər əzbər. Çünki istisna olur, dəyişmələri. Притяжательные местоимения, burada veribdir. Притяжательные местоимения məsubiyyət əvəzlikləri deməkdir. Məsubiyyət əvəzlikləri kişi cinsli isimlə, deməli, əgər canlı ilə birləşsə, canlı isimlə birləşsə, moyevo, tvoyevo, naševo, vaşevo olur. Yəni ki, sən mənim qardaşımı gördün, ты видел моего брата? Brat burada kişi cinsində olduğu üçün moyevo oldu. Amma yevo, yiyo, ix fikir versəz görəcəksiniz, heç birində dəyişməyəcək, olduğu kimi qalacaq. Sonra, amma cansızlarla birləşərkən əvəzlik də dəyişmir. Çünki isim dəyişmir. İsim dəyişmirsə əvəzlik də dəyişməyəcəkdir. Məsələn, ты видел мой карандаш? Karandaş kişi cinsindədir, dəyişmir. Moy əvəzliyi də karandaş dəyişmədiyi üçün dəyişə bilmir. Так, дальше üçüncü женский rodda мою, твою, нашу, вашу. Его, ее, их yenə də dəyişmədi, olduğu kimi qaldı. Misal üçün, misal göstərək. Ты видел мою маму? Sən gördün mənim anamı. Mama qadın cinsindədir. Özü dəyişdiyi üçün onunla birləşən əvəzlik də mütləq dəyişməlidir. Ты видел мое окно? Orta cinsə keçdik. Baxın, мое, твое, наше, ваше dəyişmədi. Əvəzlik dəyişmədi. Çünki isim dəyişməyibdir. Ты видел мое окно? Sən mənim pəncərəmi gördün?
dəyişmədi heç biri. Və sonda cəm şəkilçilərinə keçək. Deməli, cəmdə biz dedik samitlər o müəkkəz znaq Y qəbul etdi, A isə düşdü. Bunlarla birləşən, canlı isimlərlə birləşən əvəzliklər də dəyişəcək. Mayıq, tvayıq, našıq, vaşıq. Yenə его, ее, их dəyişməyəcək. Ты видел моих студентов? Misal üçün, sən mənim tələbələrimi gördün. Studentov dəyişdiyi üçün mayıq da dəyişdi. Ты видел мои книги? Sən mənim kitablarımı gördün. Kniги özü dəyişmədi. Adlı halda olan cəm şəkilçisini qəbul etdi. Onun üçün mənsubiyyət əvəzliyi də adlı halda olan cəm şəkilçisini qəbul etdi. Sonda verilən liçni местоимение şəxs əvəzlikləri deməkdir. Меня məni, тебя səni, его onu kişi cinsi, ее onu qadın cinsi, нас bizi, вас sizi, их onları deməkdir. Меня zovut Tatyana, misal üçün məni Tatyana çağırırlar. Тебя zovut İvan, səni İvan çağırırlar və s. Burada gördüyünüz kimi его, ее, их əvəzlikləri əgər söz önü qoşma qəbul edərlərsə, onda söz önündə n hərfini qəbul edəcəklər.